sizə elə bir ev təqdim edirik ki, dəyərli izləyicilər, modern üslubda, paket kupçalı, yola yaxın, qapısına qədər də asfalt. Salam hörmətli və dəyərli VIP maçları izləyicilərimiz. Bugün sizlərə maçlar sırasında 17 saylı Tarsus'un arxasında 2.7 sotun içində 4 otaqlı evlər tanış edirəm. Gördüyünüz kimi bu evlərdən burada 4 dənədir. Hal-hazırda bir də bu birinci ev tam hazır vəziyyətdədir. Bunu çəkin təqdim edirəm sizə. Belə bir həyətdədir, deməli, geniş, böyük həyəti var. Darvazası pultla idarə olan darvazadır. 2.7 sotun içindədir. Həyətində sanitar qovşağı mövcuddur. Ayrıca burada yaşıllıq üçün boş sahəsi var. Evin həm arxasına, həm yan tərəfinə keçmək mümkündür. Alt hissəsi padvaldır, yerdən kürsüldür. Bu ev hal-hazırda tam hazır vəziyyətdədir. Bir-iki xırda işi qalıb və təmizlik işi hal-hazırda aparılır burada. Dediyim kimi bu evdən burada 3 dənə də var. Yəni bu məhəllədə 4 evdir belə. Yəni eyni proyektdir, eyni qiymətədir. Keçirəm indi evin içərisinə. Qiymətləri də hamısını deyəcəm inşallah. Deməli, burada mətbəxdən birbaşa terasa çıxışı var. Buralar yəni təmizləndi, səliqəli vəziyyətdə salınacaq. Bura evin koridor hissəsi və poli laminatdır, dəyərli izləyicilər. Bütün otaqlar, mətbəx daxil. Deməli, bura mətbəx idi. Sağda yerləşir belə bir qonaq otağı. Böyük, geniş qonaq otağı. Burada birinci belə bir kiçik yataq otağıdır. Burada belə bir digər böyük yataq otağı. Və bu hissədə isə belə bir sonuncu yataq otağıdır. Ev özü də cüt daşlandı. İsti sistemi kombidir. Xətlər çəkilib gördüyünüz kimi. Və buradan sağda isə yerləşir sanitar qovşaq və hamam otağı. Asma tavanla. Çox səliqəli bir evdir, hörmətli izləyicilər. Əsl yeni bir stildə, modern dizaynda. Qiymətlər, deməli, hər 4 ev, o bir evlərdə hal-hazırda təmir işlə davam etdirilir. Yəni onu çəkib göstərmirəm. Hər 4 ev, hər biri 128.000 manatdan deyilir. Sənətdir ki, paket kupça, kommunallardır ki, hamısında mövcuddur. Yerləşmə dediyim kimi 17 saylı Tarsus'un düz arxasında qapısına qədər də asfalt. Əlaqə nömrəmiz aşağıda və bio sitəsində mövcuddur. Bu və digər və tanış olmazsa səhifəmizi keçirib baxa bilərsiniz. Bizi deməyi unutmayın, sağ olun.